Azərbaycan kino və teatrın görkəmli sənətkarı Rasim Balayev 29 mart 2026-cı ildə vəfat edib. O 77 yaşında dünyasını dəyişib. Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərək sənət yoluna qədəm qoyub. Rasim Balayev Azərbaycan kinosunda 100-dən çox filmdə rol alıb. Onun ən çox tanınan filmləri Nəsimi, Babək və Dədə Qorquddur. Bu filmlər Azərbaycan Dövlət Film Fondunun Qızıl Fonduna daxil edilib və milli kino irsimizin inciləri hesab olunur. 1976-cı ildə keçirilən Daşkənd Film Festivalında Rasim Balayev gənc yaşlarında Türkiyəli məşhur aktyor Daraq Akanla görüşüb. Bu tanışlıq sənətkarlar arasında səmimi söhbətlər və qarşılıqlı hörmətlə yadda qalıb. Rasim Balayev bu görüşü sənət yolunun qiymətli xatirəsi kimi xatırlayıb. Rasim Balayev Azərbaycan Kino İttifaqında uzun illər rəhbərlik edib. 2022-ci ildən isə sədr olub. Sənətkar gənc aktyorların yetişməsinə dəstək verib. Dahi sənətkar şöhrət, şərəf və istiqlal ordenləri ilə təltif olunub. Səmimi, yumorlu və hər zaman insanlarla ünsiyyətli olan Rasim Balayev yalnız ekranların deyil, həm də insanların qəlbində parlayan sənətkar olub. Onun rol aldığı məşhur Azərbaycan filmləri ilə yanaşı Türkiyədə çəkilmiş 2 filmi İbrahim Gülşən Həzrətləri və Qanayan Yara Bosnada var. Rasim Balayevin sənəti xalqımızın yaddaşında əbədi yaşayacaq. Ruhun şad olsun, dahi sənətkar. Pul yaxşı şeydir, amma hər şey deyil. Pulla alınmayan o qədər şey var ki. Namus, qeyrət, vətənə bağlılıq, ondan sonra vicdan, ləyaqətli ömür pulla alınır.